Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçi Pərfirud qızı bu günlərim 14 iyun tarixində sizlərə kurikulumdan təqdim olunan sınağın izahını təqdim edəcəyim. Gəlin, vaxt itirmədən birinci sualımızla başlayaq. Müəllim şagirdin çətinlik çəkdiyi tapşırıqla bağlı ona rəy bildirərkən deyir: bu məsələnin həllində düsturu düzgün tətbiq etmisən və hesablama gedişatın doğrudur. Lakin vahidlərin çevrilməsində diqqətsizlik etdiyin üçün son nəticə alınmayıb. Növbəti dəfə çevrilmələri bir daha nəzərdən keçirin. Müəllimin rəy vermə fəaliyyəti haqqında hansı fikir doğrudur deyir. Baxaq variantlarımıza. A variantı. Müəllim şagirdə konstruktiv rəy verməklə özünü qiymətləndirmə bacarığını məhdudlaşdırmışdır. Əksinə, məhdudlaşdırmır, daha çox inkişaf etdirdiyini deyə bilərik. Amma bizə verir, ondan özünü qiymətləndirmə bacarığını məhdudlaşdırmışdır. Konstruktiv rəy verir. Bəli, konstruktiv rəy verdiyini biz bu hissədə doğru götürərik. Amma özünü qiymətləndirmə bacarığını məhdudlaşdırır deyil, bu yanlışdır. Müəllim şagirdin səhvini birbaşa açıqlamadan onun öz səhvi üzərinə tənqidi düşünməyə yönəltmişdir. Yanlışdır. Müəllim konkret olaraq harda səhv etdiyini şagirdə vurğulayır. Və yaxud harda düzgün etdiyini, düsturu tətbiq etmisən, hesablama gedişatın doğrudur. Uşağın səhvi hardadır? Çevrilmələrdə diqqətsizlik edibdir. Müəllim bunu uşağa belə deyək, istiqamətin verir, açıqlayır. Amma bizə deyir, birbaşa açıqlamadan. Deyir, axı, çevrilmələrdə səhvim var. Rəydə mənfi tərəflər vurğulandığı üçün, bura kimi oxumamız artıq kifayətdir ki, mənfi ilə yox, müsbətlə başlayıb. Uşağın müsbət tərəfləri hardadır? Bunları vurğulayır və diqqət yetirmədiyi məqamı və diqqət yetirmədiyim hissəni necə düzəliş edə bilər, onu uşağa vurğulayırıq. Bu prosesdə şagirdin bir-birinə rəy vermə bacarığı arxa plana düşmüş, ancaq düzgün istiqamətə yönləndirilmişdir, yanlışdır. Müəllim emosional cəhətdən həssaslıq nümayiş etdirərək şagirdin inkişafına yönəlmiş müsbət və konstruktiv rəy vermişdir. Doğrudur, Y variantı təqdim olunan sualla bağlı doğru cavabdır. İkinci suala baxaq, hansı ki, ikinci sual kurikulumun olmazsa olmazı inteqrasiya. Verilmiş şəkillərə görə heyvanların xüsusiyyəti haqqında danışın. Heyvanların əlamətinə görə xarici görünüşünün xüsusiyyətini ifadə edən sözlərdən istifadə edərək oxşar və fərqli cəhətlərinə görə qruplaşdırın. İnteqrasiya növünü müəyyən edin. Fənn olaraq Azərbaycan dili fənlidir. Azərbaycan dili dərsində biz heyvanların əlaməti, xarici görünüşü, xüsusiyyəti haqqında belə deyim, qruplaşdırma aparacağıq. Biz heyvanların əlamətini, görünüşünü hansı fəndə öyrənirik? Biologiya fənnində və yaxud həyat bilgisi fənnində ola bilər. İndi bizə Azərbaycan dili ilə biologiyanın əlaqəsini gördük. Daha sonra ilk cümləmizdə bizə danışın deyir. Sonra da qruplaşdırma deyir. Yəni, şagird bunu yazı üzərində qruplaşdıracaqdır. Danışma və yazı məzmun xətti vardır. Fən daxili məzmun xətti görülür. İndi variantlara baxaq. Y variantında deyir, inteqrasiya yoxdur, amma əslində var. Yalnız fən daxili, yalnız fənlər arası, fən üstü, fən daxili, fənlər arası. Cavab olacaq A variantı. Düzdür. Biz burada Azərbaycan dili ilə biologiyanın əlaqəsini, eyni zamanda da fən daxili inteqrasiyanı gördük. Növbəti üçüncü sualımıza baxaq. Üçüncü sualda bizdən nə istəyir? Valideyn iclasına müəllim valideynlərin Valideyn iclasına müəllim valideynlərdən birinin övladının dərslərə qarşı həvəssiz olduğunu və son zamanlar akademik göstəricilərin aşağı düşdüyünü bildirir. Valideyn isə cavabında: biz evdə hər gün qardaşının ona nümunə göstəririk ki, bəlkə rəqabət hissi oyanar və daha yaxşı oxuyar. Amma əksinə uşaq dərslərdə daha da uzaqlaşır deyir. Situasiyada valideynin yanaşmasını ən doğru əks etdirən nəticəni müəyyən edin. Baxın müəllimlər, burada artıq biz uşağın müqayisə aparıldığını görürük. Demişik ki, biz uşağı müqayisə ediriksə, digər uşaqlarla yox. Biz uşağı dünənki günü ilə bugünkü gününü müqayisə edə bilərik. Əgər biz uşağı yoldaşı ilə, dostu ilə, bacı qardaşı ilə müqayisə ediriksə, o irəli getmək əvəzinə əksinə geri gedəcəkdir. İndi variantlara baxaq. Variantlarda bizdən prosesi əks etdirən, valideynin yanaşmasını əks etdirən ən
uyğun nəticəni istəyir. A variantı. Valideyn uşağı başqaları ilə davamlı müqayisə etməsi onun daxili motivasiyasını zəiflədir. Doğrudur, daxili motivasiyasını uşaqda zəiflədir. Fərdin şəxsi inkişaf dinamikasını görməzdən gəlməsinə şərait yaradır. Doğrudur. Elə cavabımız olacaq A variantı müəllimlər. Nəyə görə? Biz davamlı olaraq uşağı biri ilə müqayisə elədikdə, uşaq özünü yetərsiz kimi hiss edir də. Yəni mən onun kimi ola bilmirəm. Məndə o potensial yoxdur. Amma özlüyündə bu uşağın özündə də bir istedad var. Bu uşağın içində də bir, necə deyim, irəli getmə xüsusiyyəti var da. Amma valideyn bu tərəfi görmür. Valideyn və yaxud müəllim olaraq biz başqa uşaqla müqayisə ediriksə, onun içində artıq o daxili motivasiyanı söndürmüş oluruq. Uyğun cavab olacaq A variantı. B variantına da baxaq. Rəqabət mühitinin yaradılması öyrənməni stimullaşdırsa da, valideyn bunu ailə daxilində qeyri-peşəkar formada etməsi uşaqda yalnız emosional gərginlik və özünə inam etməsinə səbəb ola bilər. Belə deyim, müqayisə etmə uşağı digər uşaqlarla doğru deyil. Müqayisəyə əsaslanan qiymətləndirmə uşağın nailiyyətinin başqalarının nəticələri fonunda dəyərləndirməsinə gətirib çıxarsa da, bu yanaşma bəzi hallarda onun akademik məqsədlərini daha aydın müəyyənləşdirməyə şərait yarada bilər. Valideynin qardaşı nümunə göstərməsi uşaqda uğur əldə etmək istəyini zəiflətməkdən daha çox uğursuz görünmək yayınmağa yönəlmiş davranışların formalaşmasına səbəb ola bilər. Bu yanaşmada uşaq emosional sferanın zədələnməsinə, akademik nailiyyəti müsbətə dəyişsə də, təlim zamanı marağın azalmasının əsas səbəbi kimi qiymətləndirilə bilməz. Bunlar yanlışdır müəllimlər. Bizdən təqdim olunan situasiyanı əks etdirən variantı istəyir. O da A variantında görürük. 4-cü suala baxaq. 4-cü sualda nə deyir? Müəllim formativ qiymətləndirmə zamanı şagirdlərin qarşılıqlı rəy vermə fəaliyyətini təşkil edir. Şagirdlərdən biri yoldaşının layihə işini belə yazır. Sən təqdimatında çox maraqlı vizual materialdan istifadə etmirsən və danışığın çox axıcı idi. Lakin mövzunun əsas ideyasını açmaq üçün seçdiyin faktlar o qədər də güclü deyil. Gələn dəfə elmi mənbələrə daha çox istinad etsən yaxşı olar. Şagirdin öz yoldaşına verdiyi rəylə bağlı hansı nəticəyə gəlmək olar? A variantı. Şagird emosional cəhətdən həssas və konstruktiv rəy versə də, rəyin icra müddəti barədə məlumat vermədiyi üçün əks əlaqə yarımçıq hesab olunur. Xeyr, heç də yarımçıq hesab olunmur. Rəy inkişaf yönümlü və gələcəyə yönəlikdir. Şagird isə müəllimin funksiyasını tam mənimsədiyi üçün rəyvermə prosesində emosional həssaslığı qoruyaraq meyar daxili qiymətləndirmə apara bilmişdir. Bu da uyğun deyil. Bu rəy şagird yönümlü təlim mühitinin tələblərinə cavab verir, lakin rəydə fəaliyyətin meyarı tam aydın olmadığı üçün qarşı tərəfdə kognitiv fikir qarşılıqlığı yaradır. Bu da uyğun deyil. Çünki biz situasiyada hər birini rahat şəkildə görürük ki, uşağın fikri heç də qarışıq deyil. Yoldaşının nitqi və vizuallığını tərifləyən şagird subyektivliyə yol vermiş, nəticədə rəyin konstruktivliyini zəiflətmişdir. Rəy konstruktiv və inkişaf yönümlüdür, doğrudur. Həm müsbət tərəfləri qeyd edir, həm də gələcəkdə atılacaq addımları göstərir. Uyğun variant Y variantı olacaqdır. Taksonomiya ilə bağlı olan suala baxaq. Nə deyir? Müəllim şagirddən ekoloji böhranın qarşısını almaq üçün dövlətin qəbul etdiyi mövcud proqramın effektivliyini əsaslandırmağı tələb edir. Bu tapşırıq icra taksonomiyasının hansı mərhələsinə yönəlmişdir? Burada bizdən əsaslandırmağı tələb edir, öz arqumentimizi gətirəcəyik, öz sübutumuzu gətirəcəyik və bu da icra taksonomiyasının dəyərləndirmək mərhələsinə aiddir. Cavab olacaq A variantı. Növbəti sualımız 6-cı sualda nə deyir? Şagird fizikadan öyrəndiyinə əsasən laboratoriyada verilmiş cihazlarla sərbəst düşmə təcilini fizikadan öyrəndiyinə əsasən sərbəst düşmə təcilini tapırsa, deməli ki, burada şagird artıq tətbiq edir. Cavab olacaq B variantı. İcra taksonomiyasını tətbiq etmək mərhələsinə uyğundur. 7-ci suala baxaq. 7-ci sualda uyğunluğu istəyir bizdən. Yaradıcı və tənqidi təfəkkürün inkişaf etdirilməsinə yönəlmiş iş üsuludur. Eyni
əşya, hadisə, məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma tələb edir. Əşyaların qeyri-adi istifadəsi doğrudur. Qarşı tərəf bunun doğru olduğunu təsdiqləyir. Mətni başa düşmək üçün biliyini yoxlama və düzgün cavab axtarmaq üsuludur. Insert metodu. Yanlışdır, insert metodu deyil, amma qarşı tərəf bunu təsdiqləyir. Şagirdlərdə assosiasiya yaratmaq hər bir əşya və hadisənin xüsusiyyətini tapmağa xidmət edir. Qərarlar ağacı, xeyr, qərarlar ağacı deyil. Xüsusiyyətini deyirsə aksiyondur. Qarşı tərəf bunun doğru olduğunu deyir. 2-də 3-də uyğunluq pozulubdur. Sual-cavaba əsaslanan strategiyalardan biridir. Bu strategiyanın əsas iş prinsipi suala verilən cavabdan yeni sual çıxardılır. Sokrat dialoqudur bu, müəllimlər. Amma bizə verir 4-dən 1 KH üsulu. Yanlışdır, qarşı tərəfdə bunun yanlış olduğunu deyir. 2 plus burada var, uyğundur. 2 minus burada var, uyğundur. 1, 4. Sualın cavabı olacaq D variantı. Növbəti 8-ci sualımıza keçid edək. Formativ qiymətləndirmə barədə hansı fikir yanlışdır? Formativ qiymətləndirmənin nəticələri müəllimə tədris strategiyaları və tapşırıqları şagirdlərin ehtiyacına uyğunlaşdırmağa imkan verir. Doğrudur, formativə aiddir. Formativ qiymətləndirmə şagirdin bilik bacarığında gücü, zəif tərəfləri, cəhətləri üzə çıxardıb onu istiqamətləndirir. Doğrudur, formativ qiymətləndirmə ilə biz sual-cavab edərək uşaqla. Uşaq nəyə başa düşüb, nəyə başa düşməyib, bunu bilirik və uşağı istiqamətləndiриrik. Öyrənməni təmin etmək üçün müəyyən bir zamanda şagirdin bilikləri və bacarıqları istiqamətlənməyə yönəlmiş qiymətləndirmədir. Doğrudur. Formativ qiymətləndirmə şagirddən şifahi və yaxud cavab almaq prosesi ilə gedə bilər. Uyğundur. Formativ qiymətləndirmə planlaşdırılmış şəkildə həmişə müəllim tərəfindən aparılmalıdır. Xeyr. Formativ qiymətləndirmədə axı biz öyrənmişik özünü qiymətləndirmə, yoldaş qiymətləndirilməsə. Yəni təkcə müəllim tərəfindən aparılmır formativ qiymətləndirmə. Cavab olacaq Y variantı. 8-ci suala baxın, indi isə 9-cu suala baxaq. Müəllim dərsin məqsədini bu şəkildə müəyyənləşdirir. Şagird verilmiş mövzu ətrafında inşa, yəni esse yazaraq orfoqrafiya və durğu işarəsi qaydalarına düzgün əməl edir. Dərsin sonunda isə şagirdlərin yazılarını yoxlamaq üçün qapalı test tapşırıqlarından istifadə edir. Bu situasiyada müəllimin planlaşdırma bacarığı haqqında nə demək olar? Müəllim şagirdin yazı bacarıqlarını inkişaf etdirməyə hədəfləsə də, fərqli resurslardan istifadə etmədiyi üçün diferensial yanaşmanı tam təmin edə bilmir. Doğrudur. Digər variantlara baxaq. A variantı doğrudur. Çox güman cavabımız bu olacaq. Yenə də digərlərinə baxaq. Müəllim dərsin məqsədini aydın formalaşdırsa da, müəyyən etdiyi bilik kateqoriyası uyğun qiymətləndirmə üsulu seçmədiyi üçün formativ qiymətləndirmə effektivliyini itirir. Yəni, müəllim burada diferensial yanaşmanı təmin etməmişdir. Cavabımız olacaq A variantı. Digərlərinə baxmayaq, keçək növbəti suala. Hansı fikir yanlışdır? Nəticədən planlama müvafiq ardıcıllıqla nəticələrin əvvəlcədən müəyyən edilməsi, o nəticələrə çatmaq üçün qiymətləndirmə üsul vasitələrinin hazırlanması, həmin nəticələrə xidmət edən fəaliyyətin seçilməsidir. Doğrudur. Gündəlik planlamada ilk iş öyrənmə fəaliyyətinin effektivliyini müəyyən olunmasıdır. İlk iş öyrənmə fəaliyyətinin effektiv müəyyən olunması deyil. Bundan sonra müəllim qiymətləndirmə meyarlarını təyin edir və bunu şagirdlərə elan edir. İlk iş öyrənmə fəaliyyəti yox, təlim nəticəsi olmalıdır. İlk işimiz burada təlim nəticəsi olmalı idi. Yanlış olanı istəyirdi bizdən. Yanlış olan B variantı olacaq 10-cu sualımızda. 11-ci suala baxaq, nə deyir? Müəllim dərslərdə yüksək fəallıq göstərən və tapşırıqları vaxtında icra edən şagirdlərin suallarına xüsusi diqqətlə yanaşır. Onların səhvlərini yumuşaq şəkildə düzəldir. Lakin dərsə qarşı meyilsiz olan və daxili qapalılığı ilə seçilən bir şagird çətinliklə də olsa, könüllü şəkildə lövhəyə çıxıb fikir bildirmək istəyərkən, müəllim onun tərəddüdlərini görüb, sən tam hazır deyilsən deyərək onu yerində əyləşdirir. Müəllimin bu fəaliyyəti haqqında ən doğru yanaşmanı müəyyən edin. Müəllim şagirdin mümkün uğursuzluqlarından qorumağa çalışdığı üçün onun emosional rahatlığını təmin etmiş hesab oluna bilər. Yanlışdır, bunu deyə bilmərik.
Müəllim şagirdə hazır olmadığını nəzərə alaraq təlim prosesində səmərəliliyi və dərsin tempini qorumağa üstünlük vermişdir. Müəllim reaksiyası düzgün şagirdə öz hazırlıq səviyyəsinə daha real qiymətləndirilməsi və çatışmazlığın müəyyənləşməsinə kömək edə bilər. Müəllimin yanaşması şagirdin özünə inamını aşağı düşməsinə gətirib çıxaracaqdır. Bəli, biz deyə bilərik ki, müəllimin etdiyi hərəkət şagirddə özgüvənsizlik yaradacaq. Cavab olacaq D variantı. Müəllim Molla Nəsrəddin əsərinin tədrisi zamanı şagirdlərə müəllifin cəmiyyətdən nöqsanları ilə birbaşa deyil, satira və ironiya vasitəsilə təqdim etdiyini araşdırmağı tapşırır. Şagirdlər kiçik qruplarda müzakirə aparırlar. Bir qrup satiranın cəmiyyətdə təsir gücünü artırıldığını iddia edir. Digər qrup isə bəzi hallarda bu üsulun əsas fikrin anlaşılmasını çətinləşdirdiyini bildirir. Qruplar öz mövqeylərini müdafiə etməyə çalışdıqca bir-birinin sözünü kəsməyə başlayır və müzakirənin məhsuldarlığı azalır. Müəllimin hansı addımı problemi həll etməkdə effektiv olacaqdır? Hansı ki, bu sual sertifikasiyada təqdim olunan sualdır. Baxaq variantlara. Müəllim müzakirəni dayandıraraq, şagirdlərdən yalnız əl qaldıraraq danışmağı tələb edir və fikirlərini özü ümumiləşdirir. Bu doğru yanaşma deyil. B variantına baxaq indi. Müəllim müzakirənin vaxtını məhdudlaşdırır, fikirləri ümumiləşdirir və diqqəti əsas məqama yönəlir. Burada fəaliyyət müəllimə yönəlikdir də. Şagirdləri daha kiçik qruplara bölür, əsas arqumenti irəli sürən qruplara söz verməklə müzakirəni davam etdirir. Yəni, bir qrupla ancaq işləyirik, yanlışdır. Müəllim ünsiyyət qaydalarını xatırladır. Çünki uşaqlar bir-birinin sözünü kəsirdi, bir-birinə diqqət yetirmirdi. Ünsiyyət qaydalarını müəllim xatırlatma elədi. Hər qrupa öz arqumentini təqdim etmək üçün müəyyən vaxt ayırır. Daha sonra nə deyir? Müzakirə zamanı fərqli baxışlar qorunur və şagirdlər bir-birinin fikirlərini əsaslandırılmış şəkildə qiymətləndirir. Verilmiş situasiyaya uyğun cavab D variantıdır. Növbəti sualımızı keçid edək. Müəllim dərsdə qrup işi təşkil edir. Qrupdakı bəzi şagirdlər liderlik keyfiyyətləri ilə seçilir və müzakirə tamamilə öz üzərlərinə götürülür. Lakin tapşırığı texniki və yazı hissəsi diqqət yetirmirlər. Digər qrup üzvləri isə yaxşı araşdırma aparıb qeydlər götürsələr də, qrup daxilində fikirlərini müdafiə etməkdə çətinlik çəkir və pasiv qalırlar. Müəllimin hansı qərarı əvvəlcədən versəydi, fəaliyyəti daha səmərəli qurmuş olardı. Bizdən bunu istəyir. A variantı. Qrup işindən əvvəl mövzu ilə bağlı geniş mühazirə oxuyub, bütün şagirdləri mövzunu eyni səviyyədə qavramasını təmin etməlidir. Yəni, biz istəsək belə şagirdlərin hər birinə mövzunu eyni səviyyədə qavrada bilmərik. Yanlışdır. Şagird fərdi bacarıqlarına uyğun qrup daxili rollar müəyyənləşdirib, hər kəsin məsuliyyətini öncədən bölməli idi. Bəli, bu situasiya doğrudur. 13-cü sualda cavabımız olacaq B variantı. Növbəti suala baxaq. Müəllim dərs zamanı yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Müəllim şagirdin verdiyi səhv cavaba görə onu cəzalandırmır. Lakin sinif qarşısında digər şagirdlərdən bu cavabın niyə yanlış olduğunu izah etmələrini xahiş edir. Müəllim dərsin məqsədini lövhədə yazır və şagirdlərə dərsin sonunda hansı bacarıqlara yiyələnəcəyini dərsin əvvəlində izah edir. Müəllim qrupla iş zamanı sinifdə səs-küy yarandığını görüb fəaliyyəti dayandırmır. Sadəcə qrupları gəzərək asta səs tonu ilə danışmağı xatırladır. Hansı ki, müəllimlər A variantında, B variantında, C variantı, bunlar doğrudur. Bizdən situasiyadan da yanlış olanı istəyir. Müəllim summativ qiymətləndirmə tapşırıqlarını hazırlayarkən dərslikdə olan mətndə deyil, eyni alt standarta uyğun, tam fərqli yeni mətnlərdən istifadə edir, uyğundur olar. Müəllim formativ qiymətləndirmə zamanı şagirdin fəaliyyətini afərin, əhsən kimi sözlərlə qiymətləndirərək müstəqil fəaliyyət formalaşdırmaq üçün onu ruhlandırır. Baxın müəllimlər, biz afərin və yaxud əhsən sözlərini şagirdə deyə bilərik. Amma təbii ki, ruhlandırmaq üçün afərin və yaxud əhsən sözlərindən sonra dediyimiz sözün ardı da olmalıdır. Nəyə görə afərin deyirik şagirdə? Nəyə görə əhsən dedik şagirdə? Yəni bunu
əsaslandırmalıyıq da. Sadəcə afərin, əhsən deməklə şagirdi ruhlandırmamız doğru deyildir. Formativ qiymətləndirməyə uyğun olaraq afərin, əhsən sözlərindən sonra biz açıqlamamızı etməliyik. Nəyə görə afərin dedik? Yanlış olan Y variantı olacaq. Yenə də növbəti 15-ci sual bizdən yanlış olanı istəyir. Baxaq nə deyir. Şagirdi dərsə buraxma və gecikmə səbəblərini araşdırmadan birbaşa cəzalandırma metodlarına müraciət etmək onlarda məktəb və müəllimə qarşı icra hissi yarada bilər. Doğrudur. Və dərsin gedişən şagirdlə bağlı prosedurumuz qoyulmalıdır. Sinif prosedurlarının dərsin ilk günlərindən etibarən şagirdlərə öyrədilməsi və mütəmadi məşq etdirilməsi, sinifin idarə olunması problemlərin sayını minimuma endirə bilər. Doğrudur. Müəllim şagirdlərin hər birinə qarşı bərabər hüquqlu və obyektiv yanaşması, sinifdə qarşılıqlı hörmət və güvən mühitini gücləndirir. Doğrudur. Dərs ilinin əvvəlində sinif qaydaları müəllim tərəfindən müəyyən edilməsi şagirdin daxili məsuliyyət hissini təmin edir. Baxın, müəllim tərəfindən qoyulur sinif qaydaları. Biz axı demişik, qaydalar qoyularkən bunu müəllim tərəfindən yox, şagirdlərlə birlikdə qoymalıdır. Yanlış olan D variantı olacaqdır. Növbəti sualımıza baxaq. On 16-cı sualda bizdən nə istəyir? Müəllim mövzu izahından sonra şagirdlərin mənimsəmə dərəcəsini dərhal yoxlamaq qərarına gəlir. Müəllim şagirdlərə fərdi olaraq suallar ünvanlayır, lakin cavabı dinləyərkən düzgün cavabı verən şagirdləri fərqləndirir, səhv və ya yarımçıq cavab verənlərə isə sadəcə əyləş, növbəti dərslərdə daha diqqətli olarsan deyərək keçir. Baxın, burada müəllim artıq yanlışa yol vermiş olur da. Uşaq səhv edir və səhvini düzəliş etmir müəllim. Uşağa deyir, əyləş. Növbəti dərsdə daha diqqətli olarsan. Dərsdən sonra müəllim anlayır ki, bu yanaşma şagirdlərin mövzunu tam qavramasına kömək etmədi və onlarda özünə inamı azaltdı. Müəllim hansı pedaqoji yanaşmadan istifadə etsəydi daha uğurlu olardı. Müəllim növbəti dərsdə şagirdlərin cavablarını qiymətləndirərkən onların keçmiş fəaliyyəti ilə indiki fəaliyyətini müqayisə edir və bu gün əvvəlki dərslərə nisbətən daha dəqiq analiz etdiniz, afərin tipli şərhlər verir. Keçmişə yönəlik rəydir bu və doğru deyil. Yəni müəllim burada uşağa düzgün istiqamətə vermədi. B variantı. Müəllim şagirdini düzəltmək məqsədi ilə onlara sualın cavabı bu deyil. Sən gərək dərslikdəki mövzunu bir daha oxuyasan deyərək birbaşa mənbəni göstərir. Bu da doğru yanaşma deyil. Müəllim şagirdlərin nəticələrinə əsasən növbəti təlim addımlarını planlaşdırır. Çətinlik çəkən şagirdlərlə əks əlaqə qurur. Bəli. Bax, C variantını müəllim etsə, uşağın harda səhvi var və bu səhvi biz aradan qaldırmaq üçün bir təlim addımları planlaşdırırsaq, eyni zamanda çətinlik çəkən şagirdlərlə müəllimin əks əlaqə qurması daha uğurlu olacaqdır. Cavabımız da olacaq 16-cı sualda C variantı. Növbəti suala baxaq. Summativ qiymətləndirmə zamanı müəllim müşahidə edir ki, bir şagird tapşırığın yanındakı şagirddən köçürüb. Bu halda müəllimin ən məqsədə uyğun addımı hansı olar? Belə olan halda uşaqlar əgər bir-birindən köçürmə baş veribsə, həmin uşağın nəticəsini biz sıfırlamalıyıq, etibarsız hesab edilir. Çünki indi baxaq variantlara. Qiymətləndirmənin etibarlılığını qorumaq məqsədi ilə köçürülmüş hissələri nəzərə almadan şagirdin yalnız müstəqil yerinə yetirdiyi tapşırıqları qiymətləndirməlidir. Yanlışdır. Şagird davranışının səbəbini araşdırmalı, gələcəkdə oxşar halların qarşısını almağa çalışmalıdır. Qiymətləndirmə prosesinin obyektivliyinə xələl gəldiyini nəzərə alaraq həmin şagird üçün alternativ summativ qiymətləndirmə təşkil etməlidir. Müəllim köçürülmüş cavabları etibarlı nəticə hesab etməməli, nəticəni etibarsız hesab edib 0 bal yazmalıdır. Uyğun cavab D variantı olacaqdır. 18-ci sualımıza baxaq. Dərs zamanı şagirdlərdən biri müəllimə deyir: "Sən həmişə eyni uşaqları dinləyirsiniz. Mən əlimi qaldıranda mənə baxmırsınız. Heç vaxt mənə növbət çatmır. Bu hadisə
Digər şagirdlərin də diqqətini çəkir və sinifdə pıçıldaşma başlayır. Bu vəziyyətdə hansı addım müəllimin sinifi idarə etmə və emosional tənzimləmə bacarığının yüksək olduğunu göstərir. Şagirdə dərhal cavab verməyərək dərsin izahına davam etmək, dərs bitdikdən sonra isə növbəti dərsdə ona mütləq ilk olaraq söz verəcəyi sinif qarşısında bildirmək, şagirdin ittihamına qarşı obyektiv olduğunu sübut etmək üçün jurnaldakı qiymətləri və cari dərsdəki kimlərin cavab verdiyini sinifə göstərmək, şagirdin gərginliyini anlayışla qarşılaraq dərsi müvəqqəti dayandırmaq, həmin şagirdi lövhəyə çıxardıb mövzunu onunla birlikdə təhlil edərək sinifdəki inklüziv mühit yaratmaq, sinifdə intizam qorumaq məqsədi ilə şagirdə qaydaları xatırladıb yenidən icazəsiz danışmağın yolverilməz olduğunu bildirmək və digər şagirdlərin rəyini soruşaraq ədalətli olub-olmadığını yoxlamaq, şagirdin emosional reaksiyasını şəxsi münasibət kimi qəbul etmədən dərsin ritmini pozmayacaq qısa bir jest, məsələn, başı ilə təsdiq edərək reaksiyanı sakitləşdirmək və məsələni dərsdən sonra fərdi şəkildə aydınlaşdırmaq. İndi şagirdlərinizdən biri düşünün ki, sizə deyir, müəllim, mənim heç vaxt dərsə çağırmırsınız, əlimi qaldıranda mənə baxmırsınız, mənə növbət çatmır. Yəni, bu halda müəllimin atacağı addım nə ola bilər? Sinifin idarə etməsi, emosional tənzimləmə bacarığının yüksək olduğunu biz demək üçün müəllim şəxsi münasibət kimi qəbul etmir və biz uşağın dediyini təsdiqləyirik, başımızla, jestlə təsdiqləyirik və biz dərsdən sonra həmin uşaqla təklikdə fərdi söhbət aparmağımız, fərdi söhbət apararaq aydınlıq gətirməyimiz daha effektiv olacaqdır. Bu sualın cavabını da biz Y variantında görürük. 19-cu suala baxaq. Şagird nailiyyətinin qiymətləndirilməsində əsas xüsusiyyətlərə aid edilə bilməz. Hər bir şagird fəaliyyəti diqqət mərkəzində olmalıdır. Şagird nailiyyəti dərsin sonunda qiymətləndirilməlidir. Təlim məqsədlərinin mənimsənilməsi üçün müəllim uyğunluq prinsipinə diqqət etməlidir. Şagird nailiyyətinin qiymətləndirilməsi davamlı, dinamik, obyektiv, şəffaf olmalıdır. Şagird fəaliyyətinin stimullaşdırılmalı, təlim nəticələrinə çatmağa şərait yaradılmalıdır. İndi bizdən qiymətləndirmənin əsas xüsusiyyəti kimi hesab edilə bilməz. Şagird nailiyyəti dərsin sonunda qiymətləndirilməlidir. Bu uyğun deyil. Biz dərs prosesində, dərsin ortasında da şagirdi qiymətləndirə bilərik. Bizə deyir, əsas xüsusiyyət kimi hesab edə bilmərik, dərsin sonunda qiymətləndirilməsin. Cavab olacaq B variantı. Növbəti sualımıza keçid edək. Nə deyir? Müəllim dərs zamanı şagirdlərə ekoloji problemlərlə bağlı fərqli mövqedə olan 2 məqalə təqdim edir. Məqalənin birində iqtisadi artımın ətraf mühitə mənfi təsirləri, digərlərində isə sənaye inkişafının insan rifahı üçün qaçınılmaz olduğunu müdafiə edir. Müəllim şagirdlərə hər iki tərəfin arqumentlərini qruplaşdırmağı, zəif və güclü tərəflərini müəyyənləşdirməyi və sonda öz fərdi mövqeylərini əsaslandırmağı tapşırır. Müəllimin bu situasiyadakı fəaliyyəti və dərsin gedişatı haqqında hansı mülahizə doğrudur? Bu sualın cavabı müəllimlər D variantı olacaqdır. Müəllim öyrənmə mühitində şagird idrak fəallığını artırmaqla yanaşı həm də tənqidi təfəkkürü formalaşdırmasını təmin edir. Cavab olacaq D variantı. Suallarımız bu qədər. Sağ olun, salamat.